Qanunları bilmirik, hüquqları bilmirik. Polis, yol polisi maşını saxlayır. Qardaş, yaxşı, rəis. Bəlkə sənin düz saxlama, bir qanunu öyrən də, o yol qaydalarını öyrən də, çətindir, maşın sürürsən. Başqa yer harası gerir, tez həll edər. Və məsəl üçün, mən görürəm bu, bizim məşhur Sahil Baba, biz onu ən çox tənqid edənlər də biz olmuşuq, bizik yenə. Amma mən görürüm ki, məsələn, onun əvvəlki, belə deyək, əvvəlki onun sələfi Səlim Müslümov. Cəmaat onun dədəsinə rəhmət oxudur. Səlimin vaxtında yaxşıdır. Pul qazanırdıq, pul verirdik, işimizi düzəldirdik. Yəni görürsünüz, biz özümüz də meylik. Mən əminəm ki, Sahil Baba müdafiə edəm, amma əminəm ki, Sahil Baba Səlim Müslümov kimi, məsəl üçün, almaq meyilli olmuyor. Almır. Onda o hazır olan paketlər var və s. indi olanda almaq növləri var. Amma belə. Amma görürsünüz, cəmaat alana rəhmət oxur. Niyə? Çünki rahatdır, veririk, o da tez həll edir. Amma qanunla problemdir. Gəl bu qanun indi. Qanunla da. Biz özümüz də verib məsələlər həll edilməyə meyilliyik. Yəni biz özümüz bu qədər meyilli olmasa da verməyə, bunlar o qədər bizdən o qədər almazlar.